Hər kəsə salam. Kimyəvi reaksiyanın sürətli kimyəvi tarazlıq bölməsində ətraflı yazılı cavab tələb olunan tapşırıqlara əlavə olunmuş 15-ci sualın izahına baxaq. Azot və hidrogen arasında baş verən reaksiya zamanı reaksiyaya daxil olan maddələrin kütlələrinin zamandan asılılıq qrafiki verilib. Qrafikə əsasən T müddətində sərf olunan azotun mol sayını və N-in qiymətini hesablayın. İlk olaraq reaksiya tənliyimizi yazaq. Azot hidrogenlə reaksiyaya daxil olur, alınır amonyak. Əmsallaşdırırıq. Demək, biz qrafikə baxsaq, hidrogen də azot hər ikisi 40-dan başlayıbdır. Və biz həmişə istifadə edirik sərf olunan qiymətləri, yəni məsələlərimizi hesablayanda sərf olunan qiymətə əsasən hesablamalarımızı aparırıq. Hidrogen 40-dan başlayıb, gəlib dayanıb N-də. Nə qədər sərf olunub? 40 minus N qram. Azot isə 40-dan başlayıb, gəlib dayanıb 26-da. Nə qədər sərf olunur? 40-dan 26 çıxırıq, edir 14. Aşağıya isə bunların öz kütlələrini yazırıq. Azot 28, hidrogen isə 3 vur 2 edir 6. Buradan hesablayırıq ki, N bərabər olur 37-yə. N-in qiymətini tapdıq. Sonra bizə deyir ki, demək, qrafikə əsasən tau müddətində sərf olunan azotun mol sayını. Azotun nə qədər sərf olunduğunun molunu tapmalıyıq. Biz baxdıq ki, qrafikdə azotumuz 40 minus 26, yəni 14 qram azot sərf oldu. İndi biz bunu nə etməliyik? Mola çevirməliyik. Mola çevirdikdən də M bölünsün Mr. Azotun kütləsi 14, Mr-i də edəcək 28, 14-ü də 28-ə böldükdə edir 0,5.